Mesela indi karıştırırlar da sirap suyu. Xoş gördük, əziz dostlar, əziz həmyerlilər, əziz Laçınlılar. Bugün bilirsiniz ki, Praqma Sosial İnkişafa və Ekologiyanın Qorunmasına Dəstək İctimai Birliyi Azərbaycan Respublikası qeyri-hökumət təşkilatlarına Dəstək Agentliyinin yardımı ilə, dəstəyi ilə Laçın rayonunda su təhlükəsizliyi mövzusunda müzakirələr keçirilir. Bizim layihə məhz Laçın rayonu üçün nəzərdə tutulub. Laçın rayonunun su ehtiyatlarının araşdırılması və artıq bilirik ki, Laçın rayonunun şəhərində, demək bəylikdə, Zabuqda və digər ərazilərdə müəyyən qədər məskunlaşma var. Qayıdıb burada işləyən, abadlıq işləri görən şirkətlər var, onların fəhlələri, onların əməkdaşları var, publik hüquqi şəxslər var, rəsmi prezident xüsusi nümayəndəliyi var. Və bu auditoriya üçün nəzərdə tutulmuşdur ki, təkliflər səslənsin, müzakirələr aparsın. Biz də həmin təkliflər əsasında öz hesabatımızı hazırlayıb, deməli, qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə təqdim etməliyik. Və onlar da son nəticədə onu daha yuxarı instansiyalara təqdim etməlidirlər ki, Laçın rayonunda su təhlükəsizliyi ilə bağlı aktual məsələlərə bir qədər ictimai diqqət artsın. Cənab Prezident öz də dəfələrlə qeyd edib ki, Azərbaycanda ictimai nəzarət ən önəmli məsələlərdən biridir. Laçın rayonu ilə bağlı deməli biz iki informasiya sorğusu hazırlamışdıq və təqdim eləmişdik. Birini Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, birini də demək, Dövlət Su Ehtiyatları Agentliyinə. Bilirsiniz ki, iyul ayına qədər bütövlükdə həmin səlahiyyətlər Ekologiya Nazirliyində idi. Ancaq iyuldan sonra artıq bu yöndə Ekologiya Nazirliyinin səlahiyyətləri alınıb və Su Ehtiyatları Agentliyinə verilibdir. Orada hər iki deməli informasiya sorğusuna biz cavab aldıq və sözün açığı Ekologiya Naziri daha əhatəli bir cavab göndərmişdi və bildirdilər ki, indi deyəcəyim sözlər onların dediyi sözlərdir. Onlar işğaldan azad olunandan sonra dediklərinə görə Laçındakı nə qədər su mənbələri var, çaylar var, göllər var, ondan sonra digər belə deyək də hövzələr var. Onların hamısında monitoring aparıblar, suyun keyfiyyətini araşdırıblar, onların o texniki göstəricilərini götürüblər. Onların dediyinə görə vəziyyət çox yaxşıdır. Vəziyyət çox yaxşıdır, ancaq bir məsələni də əlavə eləmişdilər informasiya sorğularına cavabda ki, deməli, bəzi bulaqlarda, təbii bulaqlarda təbii şəkildə metalların həcmi normativlərdən çoxdur. Amma bu da deyək ki, Laçında 100 bulaq varsa 90'ına aid deyil. Bir 10 bulaqda metalların, təbii metalların sayı normadan biraz artıqdır. İndi biz çalışacağıq ki, bu layihədən sonra həmin bulaqları, onlar hansı ki nəzərdə tutub, onlar barədə məlumatlar alaq və hətta indi mənim daha çox fikrim budur ki, ümumiyyətlə onları bir cəlb eləyək, bu Laçın bulaqlarının bir texniki pasportunu hazırlasınlar. Əgər işləmək istəyirlərsə təbii ki, və onu da ictimai elan eləsinlər. Tutaq ki, öz rəsmi saytlarında bir dənə bölmə ayırsınlar, desinlər ki, Laçın rayonunda tutaq ki, Həkəri çayının su tərkibi budur, Zabuq çayının su tərkibi budur, filan bulağın su tərkibi budur, filan bulağın su tərkibi budur. Ancaq bu biraz irəlinin işidir. Amma indi su təhlükəsizliyi təkcə bulaqlardan aydın məsələdir ki, ibarət deyil. Əsasən o iki yanaşma var. Biri sərhədlər, transsərhəd su hövzələridir, su mənbələridir. Bizdə transsərhəd indi tutaq ki, Oxçuçay Laçın ərazisində yerləşməsə də, Oxçuçaydakı vəziyyəti hamımız bilirik ki, vəziyyət orada çox pisdir. Nəyə görə? Ermənistandan keçir Oxçuçay. Onlar da ekoloji cəhətdən təmiz o tullantı belə deyək, nə qədər var, hamısını oraya yönəldirlər və axırda da bizim deməli ictimai təşəbbüskarlar etiraz eləyəndə, dövlət etiraz eləyəndə bu məsələ qalxır olur beynəlxalq bir problem.
Ancaq Laçının bir dənə xoşbəxtliyi ondadır ki, bizdəki su ehtiyatlarının böyük əksəriyyəti Laçının öz mənbələri hesabına formalaşır. Yəni suyun başlanğıcı, mənbə hissəsi özümüzdədir. Ona görə o belə deyək də Ermənistandan qaynaqlanan o ekoloji problemlər yoxdur. Əgər olacaqsa demək ki, özümüz yaratmışıq. Və özümüzün də yaratmamağımız üçün biraz maarifçilik lazımdır. İndi mən bayaq o Zabuqda qalıram, orada baxanda görürsən ki, o çayın qırağında ya qarşıdağın, mən əslən qarşıdağlıyam, ona görə o kəndə gedəndə görürəm çayın qırağında biraz butulkalar da var və s. və axır. Yəni o baxımdan biraz özümüzün də maarifçiliyimiz olsa daha yaxşı olar. Mənim yadıma gəlir, Qəzənfər müəllim, mən 2024-də gəlmişdim bura, onun videosu da var məndə. Hələ ki, belə sözün açığı yaymaq istəmirəm, ancaq qalır, özümdə qalır. Onda isti suya getmişdik biz. Getdik orada, nə bilim, biraz manqalcat qaladım, bir də baxdım ki, ərazidə əməlli başlı poligondur da, sanki poligon vəziyyəti. Biz oranı yığışdırdıq. Tamamilə öz getdiyimiz uşaqlar nə qədər orada tullantı var idi, butulka var idi, sigaret kutuları zat var idi, hamısını yığışdırdıq. Gətirdik, tamam bir Laçından çıxardan sonra bir yer tapdıq atdıq. Ancaq burada mənim bildiyim qədər şey də var, yolda gedəndə gördüm mən onu, tulantı poligonu falan da var. Bəli, o da var. İndi amma Xosrov müəllim, mən icazəsindən sizə təqdim edeyim. Xosrov müəllim iqtisadiyyat, aqrar elmlər üzrə elmlər doktorudur. Bərdə kollecinin direktorudur. Kimi qohuma əqrəbası oxuyursan ildə deyə bilər. Xosrov müəllimə söz verəcək bu elmi tərəflərin daha yaxşı danışacaq. İndi Allaha şükür burada çox belə də Laçını çox yaxşı tanıyan insanlar var, bütün o su ehtiyatları. Mənim əsas sizdən xahişim nədir? Heç nədən çəkinmək lazım deyil. Bu dövlətin tədbiridir, dövlətin belə deyək də, hamı dövlətin üçün çalışan insanları. Nə problemlər varsa onları qeyd eləyək, təkliflərimiz daha yaxşı alınsın. Yəni burada belə deyək də, heç kimi nə biz istəmirik, nə də təqdir eləmirik. Tutaq ki, Laçında, məsələn, Laçın kəndlərində su mənbələri var. Hamımız bilirik ki, bu işğal dövründə bu quruyubdur. Və yaxud çol basıb, müəyyən, belə deyək də, palçıq, sel gəlib qabağını tutub və s. Ancaq o bulaqları ilə yaddaşa qaytarmaq, onları bir bəlkə də turizm bölgəsinə çevirmək, müəyyən keyfiyyətli sular varsa, onları o şəkildə qablaşdırılıb satmaq. Bizim indi gənclər var, Allaha şükür. Onlar hamısı indi birazdan sonra belə 11-də oxuyursa, gələn artıq iş istəyən vətəndaş olacaq. Elə bir yerdə bu cür işləri görmək, iqtisadi imkanların yaradılması dövlətə də xeyirdir, cəmiyyətə də xeyirdir, xalqa da xeyirdir. O baxımdan mən sizi aktiv olmağa dəvət edirəm və xahiş edirəm ki, çox öz təkliflərinizi, öz rəylərinizi, xüsusən bizim o bulaqların bərpası ilə bağlı. İndi aydın məsələdir ki, burada indi enerji ilə bağlı seslər tikilir, ondan sonra müəyyən su tutarlar ola bilsin ki, tikiləcəkdir, ambarlar və s. Sonra qəsəbələr, kəndlər bərpa olunduqca onların su təchizatı var. İndi qabaq belə idi ki, deyək ki, bir kənddə, mərkəzdə deyək ki, bir dənə bulaq var idi, bütün kənd gedib oradan su götürürdü. Bəli. Ancaq indi o şey mümkün deyil, çünki artıq 30 il keçib, əhalinin yanaşması da dəyişib, indi hər evdə su olmalıdır. Amma hər evdə su olmaq çox yaxşıdır, heç kim mənə bir söz demirəm, amma o kəndi bulağı da olsun da, yəni o adət-ənəni də qoruyaq, buranın o milliliyin qoruyaq ki, sabahların buranın turist bölgəsinə çevirməyə mümkün olsun. İndi kanatı da dərsən Qəzənfər müəllim tikirlər, artıq əsası qoyulubdur. Burada kanat olsa, mən sizi inandırım da, heç kim buradan əl çəkəsi deyil, Laçından əl çəkəsi deyil. O baxımdan hər tərəfli bunları bir qeyd eləyək. Xüsusən müəllim, icazə versiyəli mən sözü sizə verirəm. Sizdə bayaqlar müəllim dedi, su idarəsinin müdürü işləyibdir. Ağsaqqal Qərb müəllim, Qəzənfər müəllim, digər başqa yoldaşlar kim istəsə, belə deyək də, Qərb müəllim. Yəni, artıq özünüz belə deyək də, rahat şəkildə müzakirə edirik. Çox sağ olun. İlk öncə mən də sizləri salamlayıram. Doğrudan da çox bir aktual mövzuya və həsr olunubdur. Su problemi, yəni Laçın rayonunda suyun təhlükəsizliyi. Bildiyimiz kimi, su havadan sonra insan həyatında, bütün canlıların həyatında mühüm rol oynayan elementlərdən biridir və biz hər şeyi nəyləsə əvəz eləyə bilirik. Bəlkə deyil, maşın avtomobillər gedirdi, biz onları qazla işlədik, nə bilim, müxtəlif elektrik oldu. Amma
suyu əvəz edən ikinci bir maddə yoxdur. Bunu bilin. Yəni, su həmi iqtisadi baxımdan, həmi ekoloji baxımdan çox strateji bir resursdur. Və dünya da bu saatların, dünyanın 43 ölkəsində milyard yarım adam sudan əziyyət çəkir. Afrikada, bəxt elə çıxında deyim, o xoşbəxt o adama deyirlər ki, doyuncaq su içir. Yəni, su yoxdur və belə də proqnozlaşdırırlar ki, o bir 30 milyona qədər insan ekvatordan şimala gələcəkdir. Yəni, bu dünyada ən aktual mövzulardan biridir və gələcəkdə də bu qaz, neft kəmərləri var ki, bunlar bir 50 ilə, maksimum 75 ilə. Bunlar yer kürəsində tükənəcək. Yəni, bunlar nə sayılır? Təbriz suları bölür, tükənən. Bu tükənən resursdur. Tükənəndən sonra bu əvəzi nə eləyəcək ki? Su kəmərləri. Kim suyu, şirin suya hakimdir, bu dünyanın hakimi olacaq. Çünki onu əvəz edən ikinci bir şey yoxdur. Kənd təsərrüfat məhsullarını biz nədən istifadə edirik? Hamısı suvarma ilə. Və Azərbaycanın 90% nədir? Suvarma əkinçiliyi inkişaf edir. Hamısı da nədir? Torpaq mənşəlidir kanallar. Onlar da hamısı sısma verir, su itkisinə gedir. İdarə etmədə problemlər var. Nəticə etibarilə nə olur? Suyun 40% çox yerlərdə itkiyə gedir. Onsuz da bizim ölkəmiz su ehtiyatından azdır. Müqayisə eləyək, hələ mən istinad eləyəm Həsən Əliyev, akademik Həsən Əliyev, bildiyiniz kimi 60 il Azərbaycanda ətraf mühitin qorunmasından məşğul olub, təbiət mühafizə cəmiyyətin sədri olub. O vaxtı bir həyəcan təbili kitabı, mən 5-6-cı sinifdə oxudum, onu oxudum. Ondan da çox yarımdır. Bəli. İndi onun istinadən, mən həmişə alimlər kimi istinad edirlər, böyük alimlərə istinad edirlər ki, onların əsasında, deməli, Cənubi Qafqazın su ehtiyatının 100% götürəcək, 62% Gürcistanın payına düşür. 28 Ermənistanın 10% bizim payına düşür. Hansı ki biz onlardan ahali baxımından 2 dəfə çoxuq, ərazi baxımından 2 dəfə oradan çoxuq və nəticə etibarilə bizdə gələcəkdə ən ciddi problemlərdən biri su problemi olacaq. Keçiriş bu Zəngəzur ərazisinə, burada Azərbaycanın su ehtiyatının 25% buradadır. Bu böyük xoşbəxtlikdir ki, bəxi Talih müəllim də su olaraq qeyd edər ki, yerli resurslardır. Amma bizim ümumi Azərbaycanın su ehtiyatının 72% kənarda tutulur. Yəni, səhərisi gün Kür çayı, Araz çayı, bir də Dağ çayları bizim özümüzündür. Amma Kürlə Araz bizimdir. Çünki mənbəsi haradan gəlir? Türkiyədən başlayıb, Gürcistandan keçib gəlir. İndi Türkiyə dövləti və Gürcistan hökuməti istəyirlər ki, özlərində ambarlar tikərlər. Çünki onlara ahalisi artır, artdıqca da suya tələbat nə olur? Artır. Və biz nə eləmişik? Biz belə bir, Azərbaycan hökuməti belə bir şey təklif elədi ki, su axarlarının və göllərin axınlarının idarə olunması konvensiyası. Yeganə biz dövləti ki, ona qol çəkmişik. Nə ona Türkiyə qol çəkməyib, nə Gürcistan. Çünki onlar üçün problem deyil, onlar suyun başındadır. Biz yəqin deyil. Orada olan problem bizə təsir edir, bizim problemimiz ora təsir eləmir. Və ona görə də cənab prezidentimiz Müzəffər Ali Başkomandanın rəhbərliyi ilə, belə bir əmri ilə, sərəncamı ilə Dövlət Su Agentliyi yaradıldı ki, su ehtiyatlarından səmərəli istifadə edir. Söhbət nədən gedir? Səmərəli. Səmərəli nədir? Çünki bizdə olsa su azdır, idarə etmədə problem var. İtkiyə gedir və bildiyim ki, su var, içməli su ayrıdır, texniki su ayrıdır. Və onu da xatırladım ki, Azərbaycanın bütün dünyada belə bir təşkilat var, Amerikanın Yale Universitetidir. O dünyanın su xəritəsini hər il 100 ballıq sisteminə qiymətləndirir. Onu da deməliyəm ki, mən onun damlalarına baxdım və onunla bağlı məqalə yazmışdım ki, regionda ən keyfiyyətli su Azərbaycandadır. Bir mənalı var, nə görə də deyim. Deməli, bizdə ən regionda ən aşağı bizdədir. Türkiyədə 47-dir, bizdə 46.5-dir. Avropa ölkələrində 85-dir, 80 suyun keyfiyyətindən söhbət gedir. Bunun da hamısı nəyə təsir edir? İnsanların sağlamlığına bir mənalı olaraq təsir göstərir. Gərək bu Laçın rayonunun ərazisində, burada nədir? Problem belədir ki, rahatçılıq ondadır ki, bura öz su mənbələri var. Bəx, Talih müəllim də qeyd elədi ki, burada bizcə problem nədir? Suyun tərkibində olan metal qarışığı var. O qarışıq, Ruslar ona periodilə dopustim kolичество deyir, normadan, icazə verilən normadan artıqdır. Amma burada nə yaxşı cəhət nədir? Biz burada olan su ehtiyatının 25% Azərbaycan su ehtiyatı yönəldə bilərik əsas nəyə?
Bunun burada yerdə, burada sirap gətirməsinlər, başqa bir mineral suları yox, öz yerli sularından istifadə eləsinlər. Burada bir mini zavod tikərlər, bunu istehsalını burada təşkil edərlər. Burada özü, ahali indi özündə nətər öz təbii resurslarından burada yalqalardı o pul. Yəni buradan suyu hardansı gəlir, biz onun pulu ödəyəndə o şirkət ödəyirik də, ondan alırıq, onun biznes inkişaf edir. Yerli resurslardan insanların üçün gəlir mənbəsi. Və da turistlər üçün də gəlib burada sirap içməz, sirapı mən əleyhinə deyiləm, nə badamlı. Ancaq bu yerli o bulaqların adlarıyla olsa, məsəl üçün deyək, gedirik Gədəbəy, Slavyanka, nə bilim, başqa bir ad yazıra, Söyüq bulaq, belə şeylər, buradakı bulaqlar bərpa olunsa, o bulaqlarda məngürs olan, onların həmən o qabılaşdırıb orada, bunların yerli istehsal kimi, həm orada sahibkarlar pul qazanar, həm yerli ahali öz ahalisi alıcılığı var, ondan istifadə eləməklə biz bu suyu səmərəli eləyərik və hər bir insanda nə eləməlidir? Sudan istifadə etmək hüququ var. Və burada da eşitdiyimə görə bu sayqaçlar buyruqdur. Elə suyu da səmərəli istifadə etməkdən biri də odur ki, su sayqaçlarından istifadə olmalı. Biz həmin də nəyə təmin eləyə bilərik? Dünyada pusatların Amerika kimi dövlətdə ərzaq qiyməti günü-gündən qalır. O cümlədə bizdədir. Səmimi qəbulü, mən indiyənə qədər ətin kilosunun 20 manat olduğunu görməmişdim. Və ərzaq məhsulları neyini qaldı? Nəyinə baxır? Bazar iqtisadiyyatında nədir? Tələb və təklif üzərində qurulur. Və onun da səbəbkarı nədir? Ərzaq təhlükəsizliyini təmin edir. Su azalanda nə olmur? Bizim bir çox torpaqlarımızı istifadə edə bilmir. Heyvan nə yeməlidir? Ot yeməlidir. Ot da yoxdur. Və bu da nəyə gətirib çıxardır? Ətin bahalaşmasını, qiymətini, ərzağın qalxmadı və nəticədə bizə nə gedir? Bizim iqtisadiyyatımıza qazandığın pulun neçəsini yarıdan çox biz nə veririk? Ərzaq məhsulları. Və əgər biz buradakı usullardan istifadə edək, istər texniki usul, istər içməli su, texniki usul bir sahələrin suvarılması, müxtəlif burada tərəvəzmi, nəsə bir yetişdirməklə biz özümüzün təminatımızı yaxşılarıq. Digər tərəfdən o mineral suları, digər sularda bu bulaqları bərpa eləməklə bizim özümüzün təminatımızı yaxşılaşdıraq. Və bu, mən elə düşünürəm ki, bu inşallah bu Zəngəzur dəhlizi də açılandan sonra bu region Azərbaycanda ən inkişaf etmiş region olacaqdır. Çünki mən bir dəfə baxdım ki, bu rayonları bölüşdürüblər ki, məsəl üçün, turizm üçün, mədəni turizm, tarixi turizm üçün olacaq Şuşa, məsəl üçün, Laçın olacaq ekoturizm üçün, müxtəlif turizm. Ekoturizm bilirsən, təbiətə daha yaxın olmaq üçün, təbiət əgər insan ərazidən yerlərə insanların turizm kimi iştirak eləməsi. Məsələn, Ağdam bazarı nəzərdə tutular ki, böyük bir orada bir ticarət mərkəzi yaradılacaqdır. Bu regionlar üzrə bölüblər və o da gələcəkdə neyəcək? Bu regionun inkişafına böyük təkan verəcək. Amma biz bununla yanaşı nəyə üstünlük verməliyik? Bu sudan səmərəli istifadə edir, suyun təhlükəsini. Bunun qədrini bilmək lazımdır. Bir damcı da sudur, mən adətən nətər vərdiş eləmişəm, çünki bu problemi mən görürəm. Hələ mən 20 il bundan qabaq yazmışdım ki, məqalə yazmışdım ki, Azərbaycanın su ehtiyatı yaxın gələcəkdə 15-20% azalacaqdır. Bunun əsası nədir? Çünki yağıntı azalıbdır, buxarlanma çoxalıbdır. Buxarlanma təsəvvür edib 2,7 dəfə yağıntıdan çoxdur. Baxırdım, qabaqda mən Bərdədə olan gördüm, Orov görükürdü qışda. Baxırdım ki, dağın ortasına kimi idi. İndi bircə zirvədə qar var. Bu da bulaqların əmələ gəlir. Çünki bulaq hardan əmələ gəlir? O yağan yağıntıdan o bulaqlar əmələ gəlir. Onun bulaqların da suyu azalıbdır. Çünki bütün çayların mənbəsi nədir? Bulaqlar. Bu bulaqlar da azalıb. Amma biz bu batan ki bulaqlar deyirik, hansı ki vaxtı ilə, o gün elə mən gördüm videoda ki, dedi bizim kəndin yuxarısında, Laçındayım, bu bulaq var idi. Bulağa getdilər, tapdılar, başladılar, nəm orası qurdalamalar, Batkenazlardan başladı oradan su gəlməyə. Çünki 30 il ermənilər təkcə bizim insanlarımızı işgəncə vermir, həm də bizim təbiətimizlə müharibə eləyiblər. Bizim təbiətimizi məhv eləyiblər ki, istəyiblər burada səhralaşma ola, burada insan yaşamıyor. Mən onu Ağdamda gördüm ki, bir dənə hər tikanını məhv edirlər, mən tamamilə əvvəl. İndi buranın da təbiətinə o qədər zərər olublar ki, mən burada baxıram, ağaçlar kəsilib, özünüz o görürsünüz, o gedəndə onlar nətəri duruş bir ağaçlar yığıb, doğru fığırlar maşına aparırlar. Yəni, dünyada çox müharibələr olubdur. Açığın deyim bir Rusiya ilə
o vaxt Sovet hökumətindən Almanlar heç cəmaatlarla komünist zad öldürüldüyüydü, amma təbiətlə bir şey yox idi. Yəni təbiətə heç bir ziyan vurmur. Ermənilərin o şeyliyin xislətidir ki, o Azərbaycanın ağaçlarını da məhv ediblər, onun bulaqlarını qurudublar. Bütün təbii şeylərini o qədər milyardlarla dollar ziyan vurublar ki, çünki onlar bilirdilər ki, burada bunlar oturası deyirlər, bir vaxtı buranı tərk edəcək. Ona görə də bizim də bax, bu layihənin məqsədi odur ki, bu su resurslarını ağıllı istifadə edək, savadla istifadə edək, səmərəli istifadə edək. Səmərəli nədir? Biz əgər ondan bir fayda görürüksə, bu səmərəlidir. Əgər fayda görmürüksə, bu səmərəsiz elə görürsünüz, biri gəlir sahəni suluyur, suyu buraxır ki, dediyi əyağa çıxıb, kəsmir, maraqlanmır. Yaxud gəlir, maşını şirin su ehtiyatından yuyur, buraxsın. Bu da hamısı nədir? İsrafçılıqdır. Və ona görə də hamımız, bu təkcə dövlətin işi deyil, bu ahali arasında ekoloji mədəniyyət olmalıdır. Sudan istifadənin özü də mədəniyyətdir. Ona necə istifadə eləmək? Mən hər adama bax, gündə 2,5-3 litr su lazımdır. Yemək pişirmək və içmək üçün. Və özdə biz çay içənikdə, hamı istəyir, lazımdır, lazım deyil. Deyir, çay nədir, çay nədir, hamımız içir. Lazımdır, lazım deyil. Yəni, bunu da, suyu da çox istifadə edirik və gələcəkdə də biz təkcə özümüzü düşünməməliyik, gələcək nəslinin də qayğısına qaymalıyıq ki, bu su resurslarından səmərəli istifadə edək ki, bunlar tükənməsin tamamilə. Çünki tükəndən sonra buralarda işim olmayacaq, bitkilər də bitməyəcək, insanlar da buradan qaçacaq. Çünki dediyim ki, ekvatora yaxın orazıda bir 30 milyon ahali köçəcək, qaçacaq. Və əsas da məqsəd hamı birləşməlidir burada. Təkcə dövlətin üzərinə atsaq bu məsələlər hamısı, dövlətin qayğıları o qədər nədir. Burada məktəblilər, gənclər, ağsaqqallar, bilmirəm, Laçında ağsaqqallar şurası varmı? Bərdədə məsəl üçün yaxşı fəaliyyət göstərir, Yaşar müəllim var. Azəbəddədir, bizdə təxəşək. Yəni, ağsaqqallar şurası da bu işə gedə, məktəblərdə, nə bilim, müəyyən idarələrlə təbliğat aparmaq lazımdır ki, həm bu su mənbələrini artıraq, bulaqları bərpa eləyək və Talih müəllim yaxşı bir söz dedi, bunları pastoşlaşmaq lazım. Bax, bu Əli bulağı, nə bilim, nə bulağı, adlarını qoymaq lazımdır və o bulaqları da o bulaqları da bərpa eləyib, o su mənbələrindən istifadə eləmək lazım. Gənclər arasında təbliğ eləmək lazımdır. Çünki sus heç bir canlıları qancıq yaşaya bilmir. Biz 25% su itərəndə neyini edirik? Məhv olur. İndi mən, necə deyərlər, 10 il Rusiyada ekoloji problemlərlə məşğul olmuşam. 25 ildir də tədris edirəm. Mənim təcrübəm 35 ildir. Və danışsam, düz, nə bilim, aylarla danışsam, söz qutarası deyil. Elə 10 ildə Rusiyada gördüyüm şeyləri danışsam, 25 ildə tədris edirəm, nə qədər məlumat var. Ancaq mən istəmirəm sizi yoram. Yəni, diqqətimiz əsas nə olsun? Su, yəni, bunu əvəz eləyək ikinci bir şey yox. Ona görə biz onu neynəməliyik? Qədrini bilməliyik. Qədrini də kim biləcək? Bu bəşəriyyəti bu günə salan insandır. Buna çıxış yolu da kimi deyil, insan. Çünki insanın qabağında nə yazırlar? Ali şuuru varlıq. Yəni, bu bəşəriyyət istəyər insan, təbiətə iki cür təsir edir. Həm səhralara çevirə bilər, həm də səhranı nəyə çevirilə bilər? Gülüstana çevirir, cənnətə çevirirlər. İndi burada da bəyək də dediyi kimi, Talih müəllim dediyi kimi də, mən də siz elə düşünməyin ki, siz burada yaşayırsınız, bu problemlərlə daha yaxşı görürsünüz. Ona görə istərdik ki, siz də öz fikirlərinizi bildirəsiniz, bizə məlumatlar verəsiniz. Bu məlumatları əldə edib, biz də müəyyən hökumətə təkliflərimizi verək. Bununla da neyinəyək? Bu problemin, necə dərlər, çözülməsində siz də bir vasitəçi olasınız. İndi istərdim ki, bax, sizin narahat eləyən, nə bilim, sizi düşündürən, nə varsa, buyurun gəlin, çıxışınızı, öz fikirlərinizi bildirin. Hörmətli halimiz, xoşbəxtlərimiz, çox gözəl. Ona çıxış demədən məruz elədi. Mən istəyirəm Laçının su mənbələri haqqında danışım. Laçına əvvəlcə 74-cü ilə qədər, daha doğrusu 77-ci ilə qədər, 74-də başladıq. Su mənbəyi, bu Sarıqlar mətəbində bir Ağbulaq kəndi var. Yığın deyirlər, xırmanan deyirlər. O sudur. Bir də ki, Laçında bir-iki bulaqdır. Laçını təmin edən sular bunlar idi. Başqa su Laçına gəlmir. Sonra Laçında əhalinin artması ilə bağlı
Laçına su çəkilişindən başlandı. Bizim Həşər çayının qırağında 20 dənə artisan vuruldu. Sonra orada hovuz yaradıldı. CNS nasoslar vasitəsilə deməli 315-320 kilovatlıq mühərriklər və CNS nasoslar vasitəsilə su vurulurdu. Baxdı, bu bizdən aşağıda icra hakimiyyətinin binası var. Onun altında 2 dənə su hovuzu var. Səhv eləmirəmsə, Azər müəllimin tikintisində iştirak edir. Məktəbin altında. Məktəbin icra Əsas. İki Allah, bir də bir növbə. Deməli, o su əmələ gələndə sonra vururduq bura, gündə 3 dəfə, 2 dəfə əhalini su ilə təmin edir. O su amma gəlirdi, Bayraq meydanının yanında, o mən dediyim su, gəlirdi Bayraq meydanının yanında, oradan paylanırdı, nə bilim, müəyyən idarələrə, müəssisələrə, yerlərə çatışmadı. Sonra amma su bollaşdı. Məsələn, mənim müdürlüyüm dövründə bu yuxarı zonanın hamısına suyu mən vermişəm. Burada motor qoydum, qaldırdım yuxarı. Amma indi daha yaxşıdır. Və ikinci bir cəhət budur ki, deməli, Xosron müəllim, o siz qeyd elədiniz, Laçının su mənbəyi deyəndə, Laçının deməli, qovuşuq kəndi var. Bir 4 dənə dərədir, orada qovuşur. O qovuşuq kəndindən başlayır, bu Laçın Fircan çayı deyirlər, Həkəri çayının bir qolu. O birisi qolumuzda Minkətdən başlayır və bir tərəfdə orada Qalınlığın dərəsidir. Salatxı deyildi, qırxılaq nə bir şey. Oradan başlayır. Gedir çıxır deməli, bütün çay. O Bəlküşada qoşulana qədər bütün sular, hamısı bulaq sulardır. Bulaqlar gəlir və burada ayrı su yoxdur, bulaq suyu. Sonra çaya çevrilir. Amma ekologiya belədir ki, su, deyərdim ki, indi deyirlər su həyatdır, su həyatın mənbəyidir, su haqqında çox şeylər danışılır, deyilir. Amma səhv eləmirəmsə, ya Norveç, ya Danimarka alimidir, eşli var. Biri var o uşaq ədəbiyyatı, bir də var. O eşli deyir ki, mən belə bir məqalə də yazmışdım, belə onun sözü ilə. Deyir ki, mən deyərdim ki, su həyatın möcüzəsidir. Su həyatın möcüzəsidir. O məqalədə mən xeyli bir şey yazmışdım. O, Almaniyada da çap elədilər o məqaləni. Nəsə sözümün canı budur ki, qaldı bulaqlar. Məsələn, mənim o doğulduğum kətdən deyil, fərqi yoxdur, hansı kətdən deyirsən, istəyirsən Şərbədən, istəyirsən Minkətdən. Bizim kətdə bulaqlar var. Sən Qəzənfər mənim doları tanıyır. Hansı şəhəti mənim özür? Cicimli. Cicimli, hə. Deməli, orada. Qəzənfər mənim də oranın əlaqəsi çox böyük bir şey. Orada məsələn, 7 bulaq var, Camalxan bulağı var, orta bulaq var, daş bulaq var. Sahənin ortasında, yuxarıda. Sonra Nəmin Tazik bulağı var, Əmirxan bulağı var. Muzula deyirlər ki, bu turşdur da, turşdur. Məsələn, bu bulaqların heç biri indi görünmür. Ot şəlbası, bulaq var, amma oraya gedə bilmirik ki, bu bulaqda su var, yoxdur. Bax, bunları eləmək lazımdır, mənim o təklifim. Təkcə mən onu misal göstərirəm. Onları bərpa eləmək lazımdır. Laçın rayonu üzrə belədir. Məsələn, bizim bu Mirik Quşçular kəndlərində qəşəng bulaqlar var. Orada da belədir, Qarışdaqda da belədir, Bozda da belədir. Nəsə, bunları, bax, mənim təklifim biri budur ki, bunları eləmək lazımdır. Sonra bizim bu sularda, məsələn, o fiziki, mexaniki, kimyavi, bioloji təmizləmə suları. Tərkibinə görə birinci yerdə daş kəsən suyu durur. Yəqin siz mənə yaxşı bilirsiniz. Oğuz, Qəbələ suyu yoxdur, Bakıya gələn su. O suyun çəkilişi vaxtı, mən burada bizim suyun çəkilişi dövründə məktəb direktoru işləyirdim. Minkəndin isti suyu var. O çivilən yeri, içməli suyudur. Azər suyun adından getmişdim ora. O suyun hardan çəkilməsini təklif edirlər. Bakıya su verirlər.
Sonra belə məsləhət oldu ki, Məsələn, turşular heç nədən əksik deyil. Və o turşular üçün bir dənə elə bir şey deyirsən ki, o suların hamısından çox üstündür. Bizim Ceyran vatandan səhvələməsə 3 dənə istat çıxır, turba çıxır. Onun ikisi minlikdir dəqiq bilən, biri ya 800'lükdür ya 600'lükdür. Məsələn, ekologiya haqqında, su haqqında az çox biliklərim var. Amma sizi yorumdan təşəkkür edirəm, diqqətinizə görə çox sağ olun. Belə görürəm, valla təsəvvür yaxın müddətdə və su üstündə. Müharibələr son üstündə olur. Elə vəziyyət olar. Proses ona gedir. Bu həyəcan təbii, sizin də bura suyun təhlükəsizliyi. Bunu Respublika, bütün dünya su məsələsindən məşğul olur, olmaq istəyir. Amma çox işlər var. Mən Qərib müəllim su ilə məşğul, su idarəsində işləyir. O hadisə var. Azər müəllim ensiklopediyadır, Laçındır. Onun bilmədiyi şey yoxdur. Ona görə ki, iş vəzifə onu o vəziyyətə gətirib çatdırıb. Buradan Bakıya gedəndə də Bakıda onun ixtisasla, onun vəziyyətindən də, onun səmərəli sözlərindən istifadə edir, onu istifadə edir. Çox adamlar istifadə edir. Hətta su, nə idi? 20 yanvarda su nə idi? Azər su indi. Açsanda Cəmət. İndi su ehtiyatlara Amma getdik. Sönahın adı yox idi. Bildik. Orada da məsələn Azərin çox kömək oldu. Mən deyərəm ki, indi bəlkə də kimlərsə öz adına çıxar Azərinə köməkçi sözlərini, hərəkətlərini, savadını. Amma Azər müəllim də orada çox ətraflı danışdı. Azər müəllimdən bu barədə çox istifadə etmək lazımdır hələ. Şükür Allah, bəli bu. Yaxşı sağlamlığı yerindədir, mən hələ çox getmişəm, mən onu çox böyüdüm. Yenə deyim, siz çox sağ olun ki, bu məsələ ilə maraqlanmışsınız, gəlmişsiniz. Laçında prezident özü də dedi ki, ölkədə dedi, Kəlbəcər, Laçın sudan biraz bolluqdur, demək olar ki, belə bolluq demək olar. Bu Kəlbəcər, Laçında bilirsiniz, biraz bir dağ rayonlarına, dağ yerlərine gələn gedən çox olur. Və hələ bir zimi uçusu söhbət edilərik. Onu mən hələ sirtə gələndə burada elə test çox batırdı biraz, qulaqlarının üstüne. Mən ondan dedim, mən bunu hər yerə bir dənə qutu qoyun. Bir də orada nə şeydir ki, indi o kimin hesabı olacaq, onu bir adam onu gücü satacaq. Oradan yazsın ki, yerə zibil dönməm. Valla o yazının təsiri oradadır bura. O yazının təsiri. Bu da baxacaq çəkir, bu yazıq orada, bu zibil atmıyor bura. İndi millət də, belə də biz də belə görmüşük. Hələ indi yavaş-yavaş məsələn, hələ biraz mədəniləşir. Mən bir şey deyim bir də sizə. Deyirsiniz ki, məsələn, zibilliyle, falan ilə, təbiəti. Burada bir kişi vardı, Azər müəllim, Qəzənfər müəllim, İsmail'in Qərib müəllim yadında olar, Aküvələ bəlkə də qoğulmuşadır. Bir Hüseyin kişi vardı, adına Dəlsün, ağırlı kişidir, biraz bilsən, əsəb danışan adamın özü, bir də adı özünüzdən bunu sadə çəkəcəm hələ, bilməm, yeri ilə özümüzü təməsənə, burada deyək. Bu elə bir adamı birinci kağıt deyir ki, Kəlvatıra əlin qalmışsın. Kəlvatıra əlin, icras deyir burada. Əlin qaldırır. Bu qaldırmır. Deyir, sən niyə qaldırmır? Sən saatdir. Deyir, mənim sarvadım var. Sən yaxı dedin ki, sarvadır. Belə bir kişidir, məsələn, bağışlayanı at bağışlayır. Atmıydı, özünü at. Məsələn, indi deyirlər ya, Porsche, Panamera. O vaxt olmadı. Bunun üçün təbiəti mühafizə üçün, suların su, nədir, qulaqları da mühafizəsi üçün belə şeylərə bir vəzifə, ştat sadə yaratmaq lazım rayonlarda. Bununla məşğul olsun. Elə belə deməklə, məsələn, deyilir ki, gedir, məsələn, yadda Bozluq, Qalaça, şəlalasına gedir, oranı batırırlar. Şimdi bir adam bilinmədən olur, biri başa düşür, biri də başa düşür. Biz də qılınc müsəlmanıyıq. Lazımdır ki, ştatlar verilsin. Bu işləri bir atmıyorsun, nə bilim maşınla buraxılmasın. O qədər gözəl bular. Məsələn, bizim kəndim, bizim əsas kəndimiz Arxaslı kəndidir. Lasında böyümüşük, Lasında yaşamışıq. Lasın 24-cü ildə salınmış şəhərdir. Lasının çox böyük, uzun tarixi yoxdur. Kətlərimiz olur. Hamısı Abdullah Şəhər, məsələn, Bəlkədə olur. Sultan bəy, neçən illərdə Başa bəylər bunlar, atası. Amma Lasın özü sonradan
tikilir. Laçın rayon şəklinə düşür. Laçın şəhər sonra düşürdü. İndi bu məsələ, indi hələ Laçın hələ yığılmır da, cəmaat azdır. Azdır. Vəziyyət ömrələ qədər də indi hamı eləsi var ki, məsələn, uşağı orada oxuyur, nə bilim, uşağı orada işləyir, Laçına elə cəmləşdirib yığılmır. Eyni zamanda tikililər də hələ yaxşı, evlərə, cəmaata tikilir. Gələcəklər, şurlaşacaq cəmaat, onda biraz da bulaqların üstü kirlənəcək, zibirlənəcək. Ona görə bu indidən siz, məsələn, dövlət tədbirlərində yəqin ki, iştirak edirsiniz də, müəyyən yerləri, o da ümumiyyətlə ki, Həməliyev iştirak edən məsələn, özünüzün, o da gedir, orada da gəlir də. Belə məsələləri qaldırır ki, bu suyun təhlükəsizliyi deyirik, bunu qorumaq üçün adam lazım, insan lazım. Heç vaxt özü başına o su təhlükəsizliyi qoruyan adam olmayacaq. Eşik, bizim kənddə mən Arxastan deyildim, yadımdan çıxırsınız. Kəndin ərazisində çox böyük ərazisi yoxdur özü Arxastan. Çox böyük. Bizim məsələn Arxastan kənd təsəvvür edin ki, siz də qarışdan, siz də qarışdan da çoxdur. Əli qarışdan sahəsi bizimkindən çox-çox idi. Azərbaycan hesabına heyvan saxlayırıq. İndi də bu heyvanlarını da Laçından getdikcə mən belə səbəblər verirlər. Laçının cəmaatının dolanışı heyvanla olur. Burada meyvəçilik yox, bostan tərəvəz yox. Laçda bu heyvanları da yığışdırır. Əşq olsun, Laçın şəhəri olsun turist sahibi. Bulaqları qəşək düzəlsinlər, eləsinlər. Bu da kanat gəlsin. Amma cəmaat kəndlərdə yerləşəcək. Bu nə ilə dolanacaq, nə yiyəcək? Mənim bir böyük oğlum var. Gəldi burada 14 gün qaldı, iş tapmadı. Ali təhsilli ekonomist, akademik, kənd sağlar akademiyasını tutar. Çıxdı getdi. Sonra dedi, papa, sən deyilsin, gəl burada, gəl burada. Və gəlin burada mən nə yiyim? Burada cəmaat çox pis vəziyyətdədir. Cəmaat, Laçın cəmaat gözləyir. Laçın iş. Əsasən də mən deyərəm, biraz demək olursa, kim də mənim sözümü işitsin, Laçınlılara şərait yaradan yoxdur. Bu da bilirsiniz, indi, bu da bir kapitalizmdir. Gəlir biri bəri var, dərcixana açır, biri bəri keçi saxlayır. Git keçi yandır sorulur, ya kəndində sorulur, Laçında şəhər turizmdir, keçiyə baxmağa gedir cəmaat. Nə burada, nə bilir. Sonra əhqab söz keçirlər, fəaliyyət göstərir, adı Laçında. Cəmaat əksəriyyəti hamısı sənin oradan sulaşır, ulanla oradan sulaşır. Ancaq o keçən biz təzə gələndə 23-də, 23-də ildə. Oraya getdiyim Sumavarın lüləyindən az axır. Sonra gəldi uşaqlar, cavan adamlar burada, mən ona gücüm çatışdırdım. Gəldi oranın biraz işlərdi, su biraz artdı. Suların hamısı elə, özdə Laçında da torpaqdan gəlmir, daşdan gəlir sular. Təmizdir. O daha yaxşı da minerallarla zənginləşir, süzülür. Mən indi bu dəqiqə Laçında bərba, evdə İşləyim su, quruşum da var, bilirsin. 2 gündən, 3 gündən bir burada Həsən Mular deyilən su, onun da oranı gəldi. O bayaq dedi, pH 7. O neytraldır, bəli, 7 neytral. 2 gündən, 3 gündən gedirəm orada, gündə mənim şəkərimdə var, ona görə çox su içər. 2 litr, 3 litr gündə su içər, bəlkə də artıq. Bax, bu suları məsələn, elə bir kətdən arxasında gönlə eləmişlər son vaxtlar. Şıraqla o suları gətirir, hər kəs öz qapısına su çəkmişdir. Şıraqla. Neçə kilometrdən, məsələn, qəzəmən mənim, Şəvəkarda Nağyeməli var, Şəvəkarda qapısına bulaq çıxır. Kolxozun pulu idi də sağlar. Nə bulaqsa yadımdan çıxdı. O bulağın suyunu gətirib çıxarmışdı öz qapısına. Cəmaat elə çəkib gətirmişlər. Bu məsələn elə mənim almışdır, mən şunu toğa istəyirəm. Mənim almışdır. Və əraziyə baxır, ərazidə suları bir yer toplanır, gətirib kənd düz yerlərdə, hamısı gətirir. Ora gətirir. Qız xanımın toyu olan birincisinin kəndin adı olub, yoxsa? Yox. Qız xanım toy olan zaten bəridir. Mayıs kəndi. Sonra Mayıs kəndi. Sonra sərdən atar, Əl-Mərdanlıdır. Qız xanıma toy olandı, Mayıs'dır. Hamısı onlar pillə-pillə daşınıqlar. Ona iki cümləsi da isim var. Deyirlər qız xanım toyla. Qız xanıma toy olan. Bir də qız xanıma toy olan. Əl-Mərdanlıdır. Gəloxçunun, gəloxçu kənddə, gəloxçudur onlar. Mayıs'dır. Soyuq bulaqdır. Hamısı da qarşı. İşlidir. Qarışlıdır, qarışlaqdır. Quşçudur. Quşçudur. Bir də Sadın köyü. Bu 7 kənd gəloxçu cəmaatdır.
Yendik. Amma soyuq bulaq yox. Yox, soyuq bulaq. Sonasar yox, sonasar təhməzdir. Sonrasında təhməzdir, Hosar dairə. Soyuq bulaq güzel olsun. Soyuq bulaq da gəlir. Soyuq bulaq. 7 kənd. Nəysə, o suların, məsələn, bulaq sularını elə təşkil eləmək var ki, bir neçəsən. Hamısını biri aşağıda, biri yukarıda. Gətirib bir hovuz basını dikərlər, oradan verərlər. Yeni yaranan Pirallah rayonunda işləyəndə, yaxınlarda orada işləyəndə təzə yaranan. Orada Cilov adasında osmos qurğuları qoyulub, dənizin suyu götürülür, duzdan təmizlənir, normal sudur. Hətta 19-cu əsrlərdə Rockefeller, bunlar o dəniz neft magnatları Pirallahda suyun osmos qurğunun təmizlənməsi işi aparmışlar. Yəni dənizin suyunu içməli suya çöndərmək var, bizim də dənizimiz var. Yəni demək istəyirəm ki, tam ümidsiz də deyilik, amma Laçın, şükür Allaha, Laçın bizim xoşbəxtçiliyimiz odur ki, Laçının suda bayaq dediyi kimi mənim bolluqdur. 3 əsas arteriyamız var, Minkət çaydır, Oçaz çaydır, Şəlqə çaydır, Fircan çaydır. Bunun hamısında dediyi kimi biri Qara gölün yanını, qar suları götürür, biri Qaranlığın dərəsindən götürür, bir də Şəlbə Qırqız dağlarından. O da əsasən bizim, bunlar da birləşir, Həkərini yaradır. Və Həkəri ki, gözəl sudur. Mən Həkərini bu 2022-nin 22-ci ildə, 2022-də Qarıqışdağa getdik. O soyulçan məndə maşında var. Qarıqışdaqda çayın qırağında oturub çörək yemək istəyirdik. Suyu ölçdüm. Suyu çaşdım. 7 göstərdi. Yumuşaq. pH. 7, biraz da təəccüblə dedim, baxın, çayın suyu 7-dir. Çayın suyu hamısını atamız. Bəli, maraqlıdır ki, hətta onu, bu 7-ni gördüm mən, sonra Azərsuya gedəndə, Anar Cəbraylı yoxdur, onunla görüşdüm, dedim ki, Laçında suyu ölçdüm 7-dir. Dedi, Azər müəllim, mənə də yoxdur, mən bu sahənin adamıyam, neçə ildir buradayam, çay suyu 7 olan məhz pH-ı. Məni yalancı çıxartdılar, mən də zəng vurdum, bir nəfər o İskəndərin dostu vardı, o qırıqdan çəkildi, zəng vurdum, onu sən çəkdi, dedim, onu at mənə. Atdı, verdim, hətta Anar müəllim zəng vurdu, Azərsunun laboratoriyanın müdürünə ki, mən Azərsuda memar işləmişəm, yəni suyun o işinə yox, tikinti ilə məşğul olmuşam. Azər müəllim deyir ki, çayın suyu, dedi ki, o da dedi, mümkündür. Mən videonu gətirdim, verdim, ona bax, ölçürəm, hətta Kitayski deyil, aparat da Evro standartıdır. Yəni, demək istəyirəm ki, Laçının suları tərkib cəhətcəndir. Mən o vaxtdan Laçını gəzdikcə, bütün çayların, bulaqların, sularını götürürəm, o pH-ını ölçüb yazırım özümdəki, aradasa hansı bulaq nədir belə. pH yəni turşuluğudur, bəli. İlk dəfə biz İskəndər var bizim. Qasım. İskəndər Qasımov, patriot oğlandı, çox Laçın üçün çox əziyyət olub. Əsasən də su sistemində işləyir. İskəndərgilin kəndi var, Qurçu kəndi. Qurçu kəndində mən də bundan getmişdik. Dedi bir palçıqlı bağı, yendi ki, bulaq su gəlir. İnanın, eşdik o bulağı. 3-4 nəfərlər eşdik, düzəltdik, o su əməlli başladı, su çıxdı. İskəndər də həmişə deyir ki, bu bulağın açılışında, yenidən edilməsində Azər müəllim rol olub. Bizim kənddə çox bulaq, mən Uçaz kəndindənəm, çoxlu bulaqlarımız vardı. Həddindən çox bulaq vardı, hətta Bakıda yazılar yazıldı, bulaqların adlarını yazırdım ki, tarixdə də bu qalsın gələcəyə, yazılı bir şey düşsün. Bu yaxınlarda Uçaza gələn uşaqlar, Reyhan bulağı deyilən gözəl su vardı. Su balaca belə gəlirdi, o da qurudu. İndi mən özüm getməmişəm, ekskavator salıblar, onların qazanda əvvəlki debitindən daha çox su ilə su elə paqqıdı su çıxdı, onu mən görün sevindim. Şükürlər olsun ki, deməli qazıb, mənbələr yerin altında var, onları çıxartmaq lazımdır. Girərsən ki, sonra necə olacaq? Hə, yəni baraj altına. Bəli, su içindən, o suyu da vermişik Azərbaycan Bakı. Və perspektivdə nəzərdə tutulmuşda həmin Ağbulağın yenidən Laçına gəlməsi çox təsir ki, bu yaxınlarda Nazirlər Kabinetində bizim təhlif keçməyir. Laçına qayıtmışıq, xəyalımız gerçək olur, xəyallar olur. Mən həmişə Laçınları görəndə deyərdim ki, Laçında görüşək, o yuvarardı Bakıya. Bilmiydik ki, belə bir şey var. Sonra Sərhəd rayonu olurdu. Biz bundan istədik su istifadə eləyək. Elədik də. Məsələ qaldırdıq ki, Laçına təbii öz axımı, yəni işim olmayanda su gəlmir.
Dedi ki imkan var, öz axını ilə su gəlsin də bu məsələni gətirək. Adam şey, amma istər-istəməz bu sudan, ağac yanırsa bundan verəsiyik. Bizim Qalaçada o tayda bir şəlaləmiz var, Bozdurun şəlaləsi. Orada gözəl lövhə yazıblar ki, xahiş edirik zibili qutuya atın. Altdan da biri yazır ki, xahiş edirik bura qutu qoyun, ataq qutuya. Məsələ budur, qənaət eləmək üçün Tonaki atasa da zibili. Bəli, gələk fikirləşəsən bu ağaca da su verilməlidir, gələ ayrı su olur. Texniki su olmayandan sonra Bakı boyda şəhərə texniki su verilmir, düzdür, bir-iki dənə kanalla gəldi, amma yoxdur. Elə həmin sudan da istifadə olunur, həmin qayda ilə də istifadə olunur. Dünyada da geniş yayılır. Bəli, bu məsələ çox önəmlidir. İstifadə edir. Məsələn, yağışlı yerlərdə yağışlı su yağdı, yığır yerinə. Qışda yığırsa, yayda Yığırsan, istifadə edirsən, yayda böyük. Vaxt gələcək, məcburiyyət qarşısında məcbur olub onu edəcək. Türkmenistan deyirlər, Bəli. Türkmenistan. Krasnodar'da sürüyorlar. Orada Sağır Bulağın qırağında oturmuşuq, gün orta nahar edirdik. Deyəsən, ermənilər buradan görsə su vururmuşlar. Mən xahiş edirəm o barədə bir ətraflı məlumat verin. Mən dedim, Ağbulağın, ancaq onların çəkdikləri haradasa yalan 800-dən çox. 800 durmalar deyil, qoşar. Biri hələ körpü rolunu oynayır. O körpü də bizlik deyil, ya, bizim qətbita ilə gəlir. O çox, özü də suyun da mənbəyi bilinmirdi haradan. Deməli, min kəndi isti sudan yuxarıdan mənbə düzəldirlər, suyu yığırlar. Abaköy'den götürürler, Abaköy'den. Bəli, oradan götürürlər hündürlükdən, gətirib dılın düzündən buradan aşırıb aparıblar, görürsən. Demək ki, onda Görüsün Təminatını bəli, Binkənd çayını. Bizim suların hesabına aparıblar. Böyük mənbəylə, bütün istismar edirlər də. Ətraf kəndlərə də verirlər. Ermənilər ümumiyyətlə o vaxtlar biz Laçında olanda gedirdik bu düz göl, dılın düzü, Gölüncünün düzü, oraları hamısı suvarma sistemi. Qaragöl'den çəkmişdilər. Qaragöldən yuxarıdan çəkib suvarma ilə hər yeri suvarırlar, biz də gedib Bağbostan məhsullar alırıq. Bunu özümüz eləmişdik. Biz görürdük, çay təbii qayda ilə axıb gedirdi, çayın qırağında gözəlliyi, ekologiya, sudan orada. İndi yığırlar turbaya, hardasa 3-4 kilometr. Sürətlə gedir, elektrostansiyanı işlədir, təzdən biraz aşağıda yenə yığırlar. Yəni, çay yox olur. Çayın ətrafında Bu dəqiqə Qubatlının kəndləri var, Yenişə gedəndə, biz Güləbəkdən aşağıdakı. O kəndlər çay suya əsrət qalacaq. Güləbəz kəndi Kürlər. Hamısı yığılır turba ilə gedir. O yaşıllıq, vadi boyu bütün yaşıllıqlar, mayra gəlir kimdir bilmirəm, yerin altını... Bəlkə ora əlavə su xəttləri falan ayrılır da. Suyu aparandan sonra ayrı su çəkməyəcəklər, sular gedir. Mən istəsəm Laçına gələndə Həkəri çayı mənim gözümə balaca görükürdü. Yəni, məsələn, gəldim, poçta düşdüm, piyada getdim, 2022-ci ilin sentyabr ayıydı. Poçtan düşdüm, şəhərin başını deyirik, biz ona qədər piyada getdim, bu yol nəyəmən yaxındır. Sizin hər birimiz onu istəyirəm. Hər şey bizə baxma, indi gözümüz örür, çünki bizim gözümüz örgəlmişdi Sumqayıta, Bakıya, dənizə, Kür çayına. Burada sözsüz ki, balaca bir yerdir müqayisədə, yəni o yanlışlıq vardır. Amma bulaqlarımız faktişdə o gözümüz bizə anlatır. Bulaqlarımız hamısı insan qayğısı olmayanda, yəni bulağın gözün eşirlərdə deyil də bu, həmişə elə oldu. O bulaqlar hamısı quruyurdu. Mən şəxsən təlif eləyərəm ki, sizin hər imkanınız olsa, siz o layihələrdə yazın, təbliğat verin. Qoyun, məsələn, Azərbaycanda bilirsizmi? Məsələn, Gürcüstan bizdən müsahidə, bu qeyti məsələsində bizdən çox irəliydi. Mən Sumqayıtda icma şurası yaratmışdım. Qaçqınlar, məşğulların icma. Bütün qaçqın rayonları biz məcburi köşkün ki, yəni mən cəmaatı gətirdim, o vaxtı Lələtəpə yüksəkliyi alınmışdı ora. Heç bir təmənnası, heç bir layihə, qrant almadan. Mənə Rövşən Rızayev deyildi ki, mən Qaçqın İctimai Şuranın üzvüydüm. Mənə dedilər ki, biz də kömək eləyək, sənə buranı bir qeydiyyatın cəhəlliyədən. Dedim, yox, mən valla, yəni, çətin işi də istəmədim, səhv elədim əslində o vaxtı. Balıq meşələr olmuşdu, meşələri qırıb aparıblar, çox istəsini. Laçın şəhərindən çıxanda o video məndə var. Yəni olsa onlardan ala bilsək biz onları, çox böyük milyardlarla Azərbaycana onlar təzminat verməlidirlər. Allah Teala yəni yaratdığı kainatda, yer kürəsi də yenə su böyük çoxluq təşkil edir. Yəni su haqqında nə qədər danışsaq, yəni frontlar danışa bilərik. Yəni susuz biz yaşaya bilmərik. Amma bizim üçün də bəyək müəllim çox gözəl deyildi, onu deməli
bu dünyanı gözəllikləri yaradan da insandır və gözəllikləri nəqs tərəfləşdiyi yaradan da yenə insandır. Yəni bu günləri qlobal bir problem o gözlənilir su ilə bağlı. Çox da ki biz deyirik ki, məsələn, Laçında su ehtiyatları yəni var, Laçının cəmaatına çatacaq qədər. Söhbət Laçından getmir, sabahları bu suları çəkəcəklər, deyək ki, Aran rayonlarına. Məsələn, bu Güləbir kəndinin ərazisində, Qaz Dərəkəlinin ərazisində böyük bir dənə su hövzəsi düzəlib orada. Yəni, böyük hovuz çox gözəldir. Düzdür, onun adını biraz səhv deyirlər, yəni Zavuq qoyurlar. Yəni, ora Zavuq kəndinin əlaqəsi yoxdur oranın. Ora əslində Həcəri hövzəsidir su. Çox gözəl həqiqətən su hövzəsidir. Onun gələcəkdə, məsələn, o Qarabağa, Cəbrayıl, xüsusilə Zəngilan, yəni Şərqi Zəngəzgün, o biri Qarabağla birləşir, Füzuli rayonlarına yəqin ki, o sular daşınacaq, köçürüləcəkdir, orada suvarma məqsədində istifadə olunacaq. Bizdə, məsələn, bulaqların, yəni bizim kəndlərimizdə çox xüsusilə mineral bulaqlar, mən bir dənə hesapladım, Laçının ətrafında təxminən 15-dən çox mineral sular var, Laçının ətrafında. Məsələn, Laçında 1000 kənd Azərbaycanın Kəlbəcəridir. Mən hesab edirəm ki, Kəlbəcər su ehtiyatına görə Azərbaycanda siz daha yaxşı bilərsiniz rəqəmləri. Elə hesab edirəm ki, Laçından dərəldədir Kəlbəcər. Bizdə Aran hissəsi çoxdur, məsələn, belə deyək də, suya ehtiyac olur ama Kəlbəcər əsasən orada dağlıq su ehtiyatları orada çoxdur. Bizdə məsələn, bulaqlar var kəndlərimizdə, çoxu ki, işğal dövrü, oradan da ermənilər işğal dövrü bizə insanlar, siz bayaq deyirlər, məsələn, Alman faşistləri Sovet İttifaqının Ukrayna, Belarusiya, Rusiyanın, yəni Moskva altına qədər gəlib çıxmışdılar, onlar əhali ilə işləri yoxdur. Mən Moskva altında olmuşdum, bir kənddə orada sorğu elədim. Deyirlər ki, Almanlar bizlə, onlar deyir, dükan vardı, böyük dükanı göstərir ki, bura ştabıdır. Biz də deyir, orada işləyirdik, yaşlı adamlar orada işləyirmişlər. Yəni onları ancaq sistemi dəyişmək istəyirdilər və o Hitlerin biz bilirikdən onun məqsədi nə idi? O dünya hegemon bir xalq kimi, ayrı xalq kimi çıxır. Çünki Almaniya o dövrdə yeganə Avropa ölkəsi idi ki, böyük ölkələrdəndir ki, o imperiya dövləti deyildi. Yəni İspanların məsələn müstəmləkəsi vardı, İngilislərin vardı, Fransızların vardı Afrikada, bunlarınki yoxdur. Bunların da məqsədi oydu ki, biz ayrı xalq olalaq, yəni belə də dünyanı belə deyək də, bunlar da eşkinə düşmüşdülər. Böyük bir layihə ilə gəlmişsiniz, bir vətənpərvər oğlan kimi sizi tanıyırıq əvvəldən. Çox sağ olun Talib bəy, minnətlərimizi bildiririk cəmiyyətimizin adından. Çox sağ olun. Mütəxəssislərimiz də hamısı çıxış elədi, hər şeyi çatdırdı sizə. Bizə deyir, o bir dostumuzun bir sözü vardı, deyir şükür arzumuza çatdıq ilahi, vətən torpağına, daşına qurban. Özün də məğrursan, adın da məğrur, qələbə bayraqlı başına qurban. Lasın torpağına, daşına qurban. Lasının torpağına, daşına qurban. O bulaq da gələcək, o su da çəkiləcək, hər şey gözəl olacaq. Ta ki, Lasınlar qaysın öz yerinə. Ta ki, dövlətimiz güclənsin, əhalimizi qaytarsın öz vətənimizə. Müəyyən o insanlar var da, onların heç olmasa tənqidindən də uzaqlaşsın. Çünki Lasının başı həmişə uzaq olur. Lasınlar döyüşkən olur. Döyüşmüşük, şəhidlər vermişik. Laçın çıxan ərəfədə 200 şəhidimiz olur. Çox əziyyətlər çəkmişik. Mənim qardaşım da içərisində olmaqla nə qədər şəhidlər vermişik. Sizə təşəkkür edirəm, minnətdaram. Ancaq icazə versiniz elə həm buradakı fikirlərdən biraz təsirləndim. Çox yaxşı, maraqlı fikirlər səsləndi. Demək, Qəzənfər müəllim, siz bəzi bizim o, belə deyək də, o işğaldan torpaqlarımız azad olunmamışdan əvvəlki günlərin Allah şahidlərindən birisiniz. Biz çox həmişə Qaracol söhbət eləyərdik. Yəni, həddən artıq onun demək, araşdırmaları mən gedib, demək, yataqda getmişdim, Qaracolla bağlı. Demək, özə yağışlı bir günüydü, yataqda da hərəkət eləmək olmurdu, sapaq geymişdim. Ayağımda sapaq yataqda bir gəzib Qaracolla bağlı, demək, məlumatları topluyordum. Və tamam başqa məqsəd üçün topluyordum ki, gələcəkdən bir roman yazacağım falan ondan ötürü. Talih elə gətirdi ki, müharibədən sonra baxırdı dəfə Qaracol söhbətə çıxanda o şeylər bizə həddən artıq çox böyük köməklik elədi. Yəni, dövlət səviyyəsində mən onları təqdim elədim hamısını və dövlətimiz öz təbliğatında bundan çox geniş istifadə elədilər. Biz indi nəyə Qəzənfər müəllimə
elə şahidliyinə demək istəyirəm. Cilli göldən gedib şəkil çəkirdilər, video çəkirdilər. Qoşan nohurda 2 dənə, bəli, Qaşnavır deyirdi bizim cəmaət ora. Orada mən uşaqlıqda olmuşam, yəni onların hamısını özüm gözümlə görmüşəm. Orada gedirdik, məsələn, onları görəndə artıq bütün insanın o əsəbləri də dözmürdü, emosiyaları da dözmürdü. Sonra ondan başqa müəyyən ərazilərə ki gedirdilər onlar, şəkillərini çəkirdilər. Məsələn, Əli bulağı ilə bağlı mənim ən çox xoşuma gələn işlərdən biri bu oldu. Yəni, mən arada belə də içki içən insanım, yəni demirəm ki, belə deyək də, içkidən tamamilə uzaqam, amma Əli bulağından bizim cəmaat gedəndə o vaxt ədən nə var idi ki, içki yox idi orada. Yenə də onu saxladılar 30 ildən sonra. Ora gedənlər şəkildə çəkdilər, yanında yemək satır yemişdilər. Amma o içkini belə deyək də, o ənənəni unutmamışdılar, onları mühafizə eləmişdilər. Demək ki, bizim xalqımızın yaddaşında o müqəddəsliklər qalır, suyun müqəddəsliyi qalır. Çaylar, məsələn, indi bəzən deyirlər, bunun adı Cabıq çayıdır, Ağoğlan çayıdır, o birisi Əhmədli çayıdır, Qarqışdaq çayıdır. İndi mən həmişə ensiklopediya ilə götürürəm, Ağoğlan çayıdır, daha çox deməyin tərəfdarıyam və yaxud Həkəri bir növüdür. Sonra Mişnidən keçən o çayda mən görmüşdüm uşaq vaxtı. İndi bilmirəm, o suya artıq azalıbdır ya vəziyyəti necədir. Çox qiymətli fikirlər öyrəndik. Şimdi mən çalışıram ki, bu Laçın bulaqlarını mümkün qədər populyarlaşdıraq. Tutaq ki, məsəl üçün bir digər bölgənin cəmaatı desin ki, Laçına gedəndə gedək bir filan yerə, məsələn, tanınsın, birətləşsin. Təşəkkür edirik. Sağ olun, minnətdarıq. Sağ olun.